Bundan sonra dostlar, PlayStation 4'lərdə kimə köhnə oyunlar lazımdırsa, elə bu videonun altından bildirərsiniz, kommentdə yazın. PlayStation 1-in oyunları, PlayStation 2-nin oyunları. Urban Reign-i yükləmişəm, test eləyə bir dənə inşallah. Elə bilirsən ki, remake olunmuş versiyasıdır. Yeah. Yəni PlayStation 1-in oyunlarının, 2-nin oyunlarını artıq rahat şəkildə yazmaq olur da, hansı oyunlar kimə maraqlısa, deyin özü videosunu çəkib həmin belə deyim də, istifadəçini də etiketləyəcəm. Yəni yazdığı oyunu özü görəcək, videosunda paylaşacaq inşallah. Hamının sevdiyi oyunlardan biri Urban Reign. PlayStation 3'də də var. Burada grafikası daha güclüdür daha, fikir ver. Ha, yaxşıdır daha da. Özdə PlayStation 3'də deyim sizə, birinci, ikinci missiyada deyəsən donurdu. Bunda elə bir söhbət yoxdur. Sıfırdır. Save də eləmək olur. İndi bura biz yazaq da, indi hər nəsə. Save də eləmək olur. Yəni ki, da kartsa taxmağa ehtiyac yoxdur. Havadan özü New Game missiya başladım biz. Oyunun axıntısını görə bilərsiniz. 3'də beləsinə deyil. Rahat şəkildə FPS-i adı yetirir, yəni necə lazımdır qaydasındadır. Hansı oyunları istəyirsinizsə mütləq yazın. Bu da oyunun gedişarı. Grafikası, yəni 3'də belə deyil idi. 3'də biraz dumanlıdır. Bu full HD görsədir. 1080p'dir. 1080p'dir. Oyunların adını uşaqlar yazın inşallah. Paylaşım da. Bundan manası yoxdur ki. Super. Marios da var ha hələ. Belə, əlaqə saxlayın uşaqlar. Köhnə oyunların yazılması bizdə yeni konsollara. Səhifəmizdə nömrəmiz qeyd olunub.